Deməli, Təbrizi tutsalar da, Allah ömrünüzü nam eləsin. Deməli, burada möhkəmlər bilmirlər. Birinci səbəb nə idi? Osmanlı əsgərlərinin narazılığı, bir də səbəblərin hücum hərlələri. Geri çəkilərkən də Cənub-Şərqi, Anadolu ərazisini ələ keçirirlər. Bundan sonra deməli, bunlar arasında Şah İsmail hücum eləsin heç bir nəticə əldə edə bilmir, qisas almaq üçün. Və bundan sonra bunlar arasında döyüş falan baş vermir. Şah İsmail depresiya düşmüşdü, çoxu silahdaşlarını itirmişdi. Sonra da burada Səlinin ölümü 1520-ci ildə və hakimiyyətə gələn Sultan Süleyman Qanuni yadınıza gəlirsə, o bütün diqqətini yönətmişdi. Qərbə doğru Avropanı fəth eləməyə Macarıstan idi, Serbiya idi orada, Avstriya müharibə, ona görə də şərqdə o qədər də müharibə aparmırdı. Və 1524-cü ildə İsmaildə ölür gedir və hakimiyyətə onun az yaşlı oğlu birinci Təhmasib gəlir. 1524-1576-cı illərdə. Deməli, bu az yaşlı olduğuna görə ilk vaxtlar, az yaşlılığından istifadə edək, qızılbaşların öz başınalıqları baş verir. Yəni, mərkəzi hakimiyyət tabi olmurdu. Və nəticədə mərkəzi hakimiyyət zəiflik. Amma deyir, Təhmasib yaşa dolduqca bütün idarəçiliyi öz əlinə keçirir və özünü uzaq görən müdrik bir hökmdar kimi aparır və mərkəzi hakimiyyəti gücləndirir. Daha sonra gücləndir. Artıq bir də o daha sonra nəyi bildirir? Bu yaşa dolduqca. 1534-cü ildə birinci Təhmasib Xorasana yürüş etmişdi. Özbəklərlə mübarizə aparırdı. Bundan istifadə edən Sultan Süleyman Azərbaycanda yürüşlər edir. Sultan Süleyman hakimiyyəti 1520-1566 deyib gəlmişkən, buna deyək. Onun Azərbaycana yürüşləri baş verir. Birinci yürüş 1534-cü ildə baş verir. Təhmasib ölkənin şərqində olduğu dövrdə. 1534-cü ildə yürüş edən Sultan Süleyman Təbrizi tutur. Təhmasib buna qarşı yandırılmış torpaq taktikasından istifadə edir. Osmanlı qoşunlarının əlinə keçə biləcəyi, faydalana biləcəyi hər bir şey aparıla bilən aparılır, aparıla bilməyənsə məhv edilir. Otlaq sahələri yandırılır, su quyuları doldurulur ki, bunların əlinə heç nə keçməz. Diş qurtulamat çox tapa bilməsinlər. Çıxdan geçsinlər. Və ona görə də deməli, soyuqların baş verməsi, soyuqların düşməsi, aclıq, əsgərlərin yorulması Süleyman çıxır gedir Azərbaycandan. Və sonra ikinci zərbə yürüşür. 1535-ci ildə. Yenə Təbrizi tutur. Burada da xəstəliyin, tam xəstəliyin yayılması, aclıq, əsgərlərin yorulması ucbatından geri çəkilir. Burada yandırılmış torpaq taktikası sözü, söz birləşməsi daha doğrusu işlənməsə də, amma deyir ki, Təhmasib Osmanlı'nın əlinə keçə biləcək hər bir şeyi məhv etmişdir. Bunun özü də artıq nə deməkdir? Yandırılmış torpaq. Yandırılmış torpaq taktikasıdır. Burada da deməli, Təbrizi tutsalar da möhkəmə bilmirlər, geri çəkilirlər. Üçüncü yürüş 1548-ci ildə baş verir. Burada yenə Təbriz ələ keçirilir. Yenə də yandırılmış yandırılmış torpaq taktikasından istifadə edən Təhmasib Osmanlıların bu ərazidə möhkəmləməsinə imkan verir. Burada bir dənə eksklüziv var. Nə bu eksklüziv? 1548-ci ildə Süleyman Azərbaycana yürüş edərkən onunla birlikdə Təhmasibin qardaşı Əlqəs Mirzə də yürüş eləmişdi Azərbaycana. Daha doğrusu Əlqəs Mirzə Süleymanı tirkalamışdı ki, buraya yürüş eləsin.
Bəs bu Əlqəs Mirzə hardaydı? Nətər devara çıxmışdı? Bizim dərsimizin ikinci hissəsində, amma deyək. Əlqəs Mirzə Təhmasibin qardaşıdır və 1538-ci ildə Şirvanşah dövlətinə son qoyanda Təhmasib onu buranın, yəni Şirvanın bəylərbəyi təyin etmişdi. Daha sonra 1547-ci ildə Əlqəs Mirzə Şirvanda öz qardaşına qarşı üsyan qaldırıb, öz dövlətini yaratmaq istəyirdi. Orada qoşulmuşdu Şirvan hakimlərinə. Həmən üsyan Təhmasiblərdən yatırılanda Əlqəs Mirzə bilir ki, qardaşı bunu edam etdirəcək, ona görə nə edir? Qaçıb gedir Osmanlı ərazisinə. Bilir ki, o düşməndir, bunu onlara verməz, təhvil edilməz. Və 1548-ci ildə Süleymanın 3-cü yürüşündə iştirak eləmişdi. Bu yürüşdə yenə təkrar eləyək, Təbriz şəhəri tutulur, amma Təhmasib yenə də həmişə olduğu kimi bunlara qarşı yandırılmış torpaq taktikası istifadə edirlər. Osmanlılar gəlirlər, yeməyə, içməyə bir şey yoxdur. Neyinlər? Qayıdlar